Hər birinizi Neyimizə? salamlayıram. Axşamınız xeyir olsun. Bugün inşallah şuurlu ailə olmaq və ailə daxili e, münaqişələrimizi, fürsətləri necə dəyərləndirib, necə bu münasibət çərçivəsində yetişmək olar və özümüzü necə yetişdirə bilərik? Bunlar haqqında danışacağıq Allahın izni ilə. Şuurlu ailə olmaq demək, hadisələrə, yaşadığımız o mühitdə baş verən münaqişələrə və ünsiyyətdə daha şuurlu necə davrana bilərik? Yəni ailənin bir müəssisəsə olduğunu qəbul edəsək, bu müəssisənin bizə hansı dərəcədə faydalı olduğu və topluma nə dərəcədə fayda verə bilərik, bunun haqqında danışmaq istəyirik. Ara-ara inşallah sualları olan olsa verərlər. Həmçinin də burada şuurlu ailə olmağın təməllərindən danışacağıq və çalışacağıq ki, tam bu seminarda, bu vebinarda şuurlu ailə olmaq nə deməkdir, onu ən azından bir təməlini də varsa oturtdurmaq imkanımız olsun. Vaxt itirmədən keçirəm birinci slaydımıza. Burada termodinamikanın birinci qanunu var. Daha doğrusu ikinci qanunu. İndi deyəcəksiniz ki, bu texniki bir fəndin burada nə işi var deyə. Bunun psixoloji aspektdən sizə izah etmək istəyirəm. Termodinamikanın ikinci qanununda bu formada deyir ki, kənardan deyir hər hansısa bir maddəyə müdaxilə olunmazsa, həmin şey nizamsızlığa doğru hərəkət etməyə başlayır. Yəni bu nümunə olaraq nə demək istəyirəm? Məsələn, isti suyun soyuması, aydınlığın yerini qaranlıqla əvəz eləməsi, yeninin köhnəlməsi, cavanın qocalması, canlının ölməsi, otağın kirlənməsi və kainatın genişlənməsi. Bir digər məsələ də əgər bir şəxs işinə ciddi yanaşması, işinin batması və işdən çıxarılması olsun, bədənimizin evimizi təmizləməsək xəstə olmamız və bədənimizdən, evimizdən qoxuların gəlməsi. Yəni burada entropi qanunuyla həyatımıza tətbiq edəsək və bunu psixoloji aspektdən izah edib desəniz, bu ən yaxşı insan olmağa çalışmazsaq, yəni bütün bunların daxilində biz əgər yaxşı bir insan olmağa çalışmazsaq, özümüzdən razı bir canavara çevrilmiş ola bilərik. Ki entropi də bu qanun heç vaxt yəni boş keçmir. Hər zaman bir şəkildə o entropi qanunu reallaşmış olur. Eyni şəkildə bu ailəmizdən də yan keçməsidir. Əgər biz yaxşı bir ailə, huzurlu bir ailə modelindən danışırıqsa, belə bir ailəmiz olsun istəyiriksə və bunu həyatımıza, ailəmizə investisiya yatıraraqdan bunun üçün nəsə bir şeylər eləmiriksə, entropi qanunu bundan heç vaxt yan keçməyəsidir. Yəni bu da huzurlu biz ailə axtarışında olub, buna görə biz nəsə bir şey eləmiriksə, nəticə etibarilə sonda yəni gedəcəyimiz yer huzursuz ailə olasıdır. Yəni buna görə də bugünkü dönəmdə ailənin 5 huzurlu ailənin 5 formulu, 6 formulu, yəni belə bir şeylər axtarmaq yerinə işə, əşyaya ayırdığımız vaxtı biraz ailəyə ayırsaq, biraz ailə haqqında, biraz övladlarımız haqqında biraz düşünməyə çalışsaq, mən düşünürəm ki, entropi qanununa məruz qalmadan gözəl bir şəkildə, huzurlu bir şəkildə ailə ortamı reallaşdırmış olarıq. Ailələr daxili münasibətdə danışanda ünsiyyətdən yan keçmək olmaz. Bu təbii ki, təkcə ünsiyyət məsələsi ailə daxili deyil, cəmiyyətdə insan sosial varlıq olduğu üçün cəmiyyətin hər hansı sferasında olursa olsun, hər daim insanla işləyirsən, insanla ünsiyyətdə olursan və sən insanla ünsiyyətdə olduğun üçün əgər sənin ünsiyyətində bir problem, bir sıxıntı varsa, bu sənin sosial münasibətlərin hər birinə təsir edəcək. Gəlin baxaq görək hansı münasibətlərdən söhbət gedir. Əgər biz ünsiyyətdən danışırıqsa, ilk olaraq ilk başda danışmalı olduğumuz məsələ insanın özü ilə ünsiyyətidir. Yəni biz özümüzə sual verməliyik ki, mən daxilimdə yaşadığım duyğularım olsun, öz hal və əhval-ruhiyyəm olsun, özümlə hansı dərəcədə ünsiyyət qururamsa, ki, bu özü də bir sual altındadır. Bundan sonra biz digər şeylərə baxa bilirik. Məsələn, ikinci bənddə qeyd etmişəm, fərd olaraq duyğuların fərqində olması. Mən yaşadığım duyğular, deyək ki, hər hansısa bir situasiya yaşayıram, xoşbəxt oluram və ya qəmgin bir situasiya yaşayıram, fərq eləmir. Bunu yaşayanda mənim daxilimdə hər hansısa bir pis bir hadisə, bir duyğular, müəyyən fərqli bir duyğular oyanırsa və mən oyanan duyğular haqqında məlumatım yoxdursa, mən özümü hələ tam tanımamışamsa, mən insanlarla da ünsiyyət qurmaqda çətinlik çəkəcəyəm. Məsəl üçün, burada ən bariz nümunələrdən birisi qadınların həyat yoldaşından diqqət gözləməsidir. Bəzən ən xırda bir şey, yəni bu qadın deyək ki, bəzən saçını kəsdirməsi, saçına rəh vurması olsun, paltarında olan hər hansı bir cüzi dəyişiklik olsun. Burada ünsiyyətdə, ailə daxili ünsiyyətdə kişilərdə bu şeylərdə həqiqətən ciddi bir necə deyim, soyuqluq var.
Yəni qadının bağladığı, deyək ki, hər hansısa bir başına bağladığı bir şey deyim də, örtüyün nə gözəl olması, paltarının nə gözəl olması və üzündə təbəssümün bu gün ona tam fərqli bir ab-hava verdiyini sadəcə bir cümlə ilə demək. Bu ünsiyyəti belə deyim də, əgər bizim zəif ünsiyyətimiz varsa, bu sözü demək bizim qarşıdakı ünsiyyətimizi daha da gücləndirəcək, 1-ə 10 eləyəcək bir hərəkətdir. Yəni bunu da mütləq şəkildə burdan öz həmcinslərimə tövsiyə edirəm ki, bunu mütləq şəkildə ailə həyatlarına tətbiq etməyə çalışsınlar. Bəzən ətrafda olan insanlardan danışanda belə bir şey eşidirəm ki, deyirlər ki, biz uşaqlarımızla vaxt keçirə bilmirik. Bu da istər-istəməz həm kişi üçün, həm də ailəli digər qadın üçün də həqiqətən gündəm olan mövzulardan birisidir. Amma burada ilk başda mən diqqəti ara çəkmək istəyirəm. Burada uşaqlardan qabaq bizim vaxt keçirməli olduğumuz birinci məsələ biz özümüzlə nə qədər vaxt keçiririk. Bu önəmlidir. Bundan sonra artıq ailəli olanlar üçün mən həyat yoldaşımla nə dərəcə vaxt keçirirəm. Bu önəmlidir. Üçüncü, üçüncü isə artıq bizim bu bəhddə olan övladlarımla necə vaxt keçirirəm o məsələ. İndi bu gün düşünün. Biz biri ikini boş qoyub birbaşa üçüncü problemə fokuslanırıq ki, mən uşaqla necə vaxt keçirə bilim. Onda artıq demək lazımdır ki, sən əgər uşaqla doğru düzgün vaxt keçirmək istəyirsənsə, elə birinci və ikinci məsələni həll elə, orada düzgün bir vaxt keçirməyə çalış. Ondan sonra biz artıq üçüncü məsələni də oturub danışa bilərik. Əgər onsuz da bir adam qarşısına məqsəd qoyub birinci və ikinci, yəni özü ilə vaxt keçirib, həyat yoldaşla doğru düzgün vaxt keçirməyə çalışsa, bu övladına da mütləq şəkildə yansıyasıdır. Yəni ondan yan keçməyəsidir. Bir də burada qeyd eləmək istədiyim, bəzən deyirsən ki, övladınla vaxt keçirirsən və ya gənclərlə və deyək ki, evli insanlarla söhbət edəndə, həyat yoldaşlarına vaxt keçirmək deyəndə deyir ki, hə, onsuz da deyir biz günün müəyyən vaxtı bir yerdə oluruq, otururuq telefonla, nə bilim, birimiz kinoya baxırıq, birimiz kimləsə yazışırıq və deyir ki, otururam mən övladımla maşın sürürəm, nə edirəm? Yəni oynadığını deyənlər var. Kənardan belə görsənənlər var daha doğrusu. Amma işin özünə baxanda görürsən ki, bəzən məsələn birisi oturub uşağınla oynadığını görürsən, məsələn ağlı başqa yerdədir, amma uşağınla oyuncaq maşını sürməyə çalışır məsəl üçün. Deyir ki, mən uşağımla vaxt keçirdim. Burada artıq biz əgər məsələ nədir? Sən orada 1 saat bu formada oynamağınla uşağa bir şey qatmış olmursun. Amma 15 dəqiqə təmiz bütün fokus nöqtəni övladına yönətsən və həyat yoldaşına yönətsən və sən orada nəsə bir şey eləməyə çalışsan, bu artıq keyfiyyətli vaxt bu sayılır. Yəni sənin həyat yoldaşına oturub göz-gözə baxıb onunla bir söhbət eləməyin, hər hansısa bir hadisəni müzakirə eləməyin, bir kitab oxumağın, nə bilim, hər hansısa bir situasiyada baş vermiş hadisəyə necə reaksiya verərsən kimi müxtəlif situasiyalar düşünüb onunla müzakirə eləməyin, bu artıq keyfiyyətli vaxt keçirmək deməkdir. Yəni bizim keyfiyyətli vaxtdan anlayışımız bu olmalıdır. Yoxsa eyni dörd divarın arasında eyni otağın havasını alıb vermək sadəcə necə deyim, keyfiyyətli vaxt keçirmək demək deyil. Bir də burada əsas məsələlərdən birisi Allah yaradılışı etibarilə bizə 2 qulaq, bir ağız veribdir. Bu da o deməkdir ki, insanlar dinləməyə daha çox meyilli olmalıdır. Burada sual vermək özümüzə. Burada yəni nə deyirəm? Münasibətlərimizdə, ailə daxili şuurlu ailə olmaqda hədəf kütlə, hədəf nöqtə biz özümüz. Burada insanlar özünü düzəltməyə çalışsa, indi növbəti slaytlarda görəcəksiniz. Əgər biz özümüzü düzəldə biləriksə, özümüzə yönəlik nəsə bir şey eləyə biləriksə, bu ətrafımızdan yan keçməz. Ətrafımızda da bəzi şeylər dəyişməyə başlasın. Amma niyyətimiz başqalarını dəyişdirmək yox, sırf özümüzü dəyişdirmək olmalıdır. Yəni nə qədər yaxşı dinləyəcəyəm. Qarşıdakı insanın hər hansısa bir münaqişə zamanı, müzakirə zamanı mənə bir söz deyəndə mən dayanmadan başlayıram onun sözünü kəsib öz sözlərimi deməyə çalışıram. Bu mənim keyfiyyətli bir dinləyici olmağımdan qaynaqlanmır. Bu mənim sadəcə qarşımdakı insanı problemini tez bir zamanda həll edib başından eləmək istəyirəm kimi görüşənlə qarşı tərəfdə ki, bu da münasibətləri zədələyəcək bir şeydir. Qarşılaşdığımız hər hansısa bir problemləri yerində danışmaq boşanmaya belə aparır. Bununla bağlı araşdırma apararkən qarşıma çox qəribə bir şey çıxdı. Deməli bunu deyir, ailələrlə işləyən ekspertlər deyir ki, bir gün deyir, qarşıma 30 il evli olan bir ər-arvad gəlmişdi, həyat yoldaşları gəlmişdi. Bunların deyir, boşanmaq istəyirlər. Halbuki deyir, oturdum bunun kökünü axtarmaq istəyirəm ki, boşanmanın səbəbi nədir? Araşdırdım. Axırda gedib nəyə çıxıb? Nişanlıq dönəmində bizim bu
oğlan gelib qıza gül alıbdı. Gülün rəngi olub sarı. Qızın da bu gülün rəngindən xoşu gəlmirdi. O vaxt bax, hətta nişanlıq dönəmindən də oğlana deyib ki, mənim sarı rəngdən xoşum gəldi. İndi oğlan nəsə bir diqqətsizlik edib, gedib bu qıza sarı gül alıb verib. O situasiyada qızla heç nə bilmir. Aradan illər keçib 30 il, təsəvvür edin 30 il. 30 ildən sonra problem başlayıbdı. Qadın deyir ki, axırda danışandan sonra məsələ tam açılandan sonra özünü etiraf edir ki, deyir, onsuz deyir o vaxtda mən nişanlı olanda da o deyir mənim nələri sevdiyimi, nələri sevmədiyimi fikir verən birisi deyildi. Hələ indi də elədir. Yəni nə demək istəyirəm? Bizim sadə bir şey xırda bir nüans görürük. O nüansın üstünə ötüb keçməyə çalışırıq. Amma illər sonra o nüansdan bizə ailəmizə zərərlər yaranmış olur. Bir digər məsələdə bir dəfə bir nəfər evini dizayn eləməmişdən qabaq, burada 25 ilin ailələri idi səhv eləmirəmsə, 25 il evli olan birisi yenə boşanmaq üçün ailə terapistinə gəlirlər. Ailə terapisti bunun səbəbini axtarır. Yenə görür ki, səbəb çox sadə bir nöqtədədir. Nədir? Kişi o vaxt evi dizayn edəndə evin pərdələrini həyat yoldaşına soruşmamış özü istədiyi rəngdə edir. Baxın, çox cüzi sadə bir şey. Bəlkə kimisinə bu qəribə gələ bilər ki, bundan ailə həyatı dağıla bilərmi? Dağılar. Həqiqətən bu gün oturub ciddi şəkildə ailələrin dağılmasının səbəbini axtarsaq, çox az bir faizi zorakılıq olduğu üçün, istismar olduğu üçün dağılır. Qalanların %95% elə çox sadə bir məsələdən ötürü dağılır. Elə bu məsələlər də onlara daxildir. Ona görə də nə bir problem varsa, əgər bu həyat yoldaşı qadın tərəf istəyir, kişi tərəf sadə bir problemi belə müzakirə eləməyi bacarmaq lazımdır ki, qarşı tərəfdəki insanla da bir sıxıntı qalmasın. Çünki o boşluq məsələsi var, biz orada keçirik. O boşluq mütləq şəkildə bir gün, yəni yavaş-yavaş yığılıb daha, Allah qorusun, daha böyük fəlakətlərlə nəticələnər ki, olsa yəni belə xırda-xırda şeylər bizim göz ardı etdiyimiz xırda şeylərin nəticəsində boşanmalara gətirib çıxardır. Yenə burada əsas fokuslanmalı olduğumuz İnsanın özünü tanımaya çalışmalıdır. Özümüzü tanımaya çalışmalıyıq ki, mən bilməliyəm ki, məndə daxilimdə müəyyən hadisələr baş verəndə mən necə reaksiya verirəm. Deməli, mən daxilimdə insan olaraq, fitrət olaraq mən belə yaradılmışam və məndə duyğu deyilən bir şey var və bu duyğulara qarşı məndə bədənimin verdiyi reaksiyalar var. Bunu artıq mən dərk edəndən sonra və özümdə bunu canlı şahid olaraq gördükdən sonra keçirəm hara? Qarşıdakı insana. Yəni, bu gün əgər biz qarşımızdakı insan duyğularını anlaya bilmirsə, səbəb nədir bilirsinizmi? Öz duyğularını heç vaxt anlaya bilməmiş. Əgər bir insan öz duyğusunu doğru düzgün anlaya bilirsə, o, yəni qarşıdakı insanın mütləq şəkildə duyğularını başa düşür. Çünki özündə olan bir şeyi başa düşür, görür. Münasibətləri kökündən məhv edib yıxan nədir? Mən dili və sən dili məsələsi. Yəni sən dili əsasən qarşıdakı insanı təhqirə ramiz, yəni onu tənqid edəcək bir dildir və biz bu dildən istifadə edərəkdən qarşıdakı insanı zədələmiş oluruq. Bunu qarşıda bundan sonra nümunədə izah edəcəm. Bir də qarşıdakı səni başa düşə bilməsi üçün fürsət vermək. Yəni bəzən bir hadisə yaşanar, bir münaqişə cəmi olar və ya deyək ki, hər hansısa bizim xoşumuza gəlməyən bir situasiya olur. Qarşımızdakı insana bunu izah eləməliyik ki, mütləq şəkildə ittiham eləmədən, sən demədən, onun ancaq hər şey, bütün günahkar o imiş kimi bunu demədən ona izah eləməliyik ki, bu situasiyanın mənə mənfi təsirləri var. Bu situasiyanın belə olduğu üçün mən bu duyğuları yaşadım deyib, qarşı tərəfə bunu izah vermək məcburiyyətindəyik. Əgər şuurlu bir ailədən söhbət gedirsə. Bir də elə o iki məsələni burada mən dili və sən dilini, bir də qarşıdakı səni başa düşə bilməsi üçün fürsət verməyi bir nümunə ilə izah eləmək istəyirəm. Münasibətdəki hadisələri həm də burada bir fürsət təlimi var ki, baxaq görək biz fürsət təlimindən danışdıq. Burada münaqişələri necə fürsətə çevirəcək, o haqda da danışmaq istəyirəm. Deməli, bir hadisə nümunəsi vermək istəyirəm. Daxili gizli niyyətlə evlilik necə problem yaradır, bu haqda bir nümunədir. Bitirməyə gözə almayan böyüyə bilməz. Bu da bu hekayənin modda bir cümləsidir. Gəncə bölgəsində bağları olan bir ailənin övladı olan Elvin evlənməyə düşündüyü Ayşə ilə nişan öncəsində söhbət edirlər. Elvin deyir ki, mənim üçün deyir, çox önəmli bir ənənə var. Hər yay deyir, bağın ölçüsündə kəndə gedirik. Ailə ilə birlikdə sizlərə kömək edirik və sən də bu məsələdə mənə mane olmağını istəyirəm. Ya, oğlan konkret deyir ki, mən ailəmə gəlib kömək edəcəm. Öz sərhəddim budur. Sən də bunu doğru qarşılamanı istəyirəm. Hə. Burada
Ayşe'nin nədir, nədir? Ayşe isə sevdiyini itirməmək üçün qorxur. Yəni bu bağlanmadan da danışasıyıq. Sevgidə bağlanma olur deyil. Bu bağlanma da itirmək qorxusu verir insana. Ayşe sevdiyini itirməmək üçün susur. Amma içində belə düşünür. Sonra onu dəyişərəm. Bu dəqiqə ən ciddi sıxıntılardan birisi budur. Yəni bir şey münasibətə başlamamışdan qabaq düşünür ki, evlənəndən sonra olsa mən dəyişərəm də. Olmur. Sizi inandırım ki, %80-90% dəyişmək mümkün olmur. Çünki insanın xarakteri yaradılışdan Allah onun DNA'sını nə yazıbsa odur. Rəndələyə bilərsən, biraz o yana bu yana nəsə düzəltmək olar, amma %100 insanı dəyişmək mümkün deyil xarakterində olan şeyi. Elvin isə burada mən əsas məsələ Ayşəyə köklənməyəcəm. Elvinin yanaşması üzərindən gedəcəm. Elvin isə görür ki, Ayşədən səs çıxmır. Deyir ki, demək ki, razıdır da. Razılıq deyir, susmaq razılıq əlamətdir. Razıdır deyir. Və bu mövzuya qayıtmır. Aradan illər keçir. Yenə Ayşə yay aylarından ağarır, kəndə getmək istəyir və bu münasibətdə gərginlik yaranmağa başlayır. Çünki niyə Ayşə o vaxt bu məsələyə razı deyildi. Hə, indi gəlin burada fürsət təliminə baxaq. Fürsət təlimində Elvin necə reaksiya verməlidir? Görür ki, qarşı tərəf susubdur, onu razılıq olaraq qəbul eləməməli idi. Deməli idi ki, sustuğuna görə məndən kənd işlərini sevmədiyim təsəvvürü yarandı. Yəni, bax, özünü izah edir ki, bax, sən susmusan, məndə belə bir təsəvvür yarandı ki, sən mənim kəndə getməyimdən narazılısan. Buna etiraf elədi. Və mənim üsulum hər şey açıq danışmaq, açıq etiraf edir ki, gələcəkdə əgər belə bir problem olsa, açıq bir şəkildə danışaq. Və əgər xeyr deyirsənsə, bunu bilmək istəyir. Xeyr deyirsənsə, adam təbii olaraq deyir ki, xeyr deyirsən, gözəl. Nəyə görə xeyr deyirsən, bunu mən izah edirəm. İzah istəyir və təbii bir haldır. Yəni, buradan da biz bu nəticəni çıxarmış oluruq ki, hər şeyi danışa biləcəyimiz mesajını vermiş oluruq. Əgər situasiya belə danışmaq və fürsət təliminə belə yanaşarıqsa. Qətiyyətimizi göstərmiş oluruq və deyirik ki, bax, mənim sərhədlərim var, müəyyən sərhədlərim var. Mən istəyirəm ki, mən bu sərhədlərin çərçivəsində bir həyatımı yaşayım. Amma sən də mənim həyatımda olduğun üçün istəyirəm ki, biz keyfiyyətli bir həyat birlikdəlik yaşayaq və bu keyfiyyətli birlikdəliyimizə sənə zərər gəlməsin, mən öz sərhədlərimi yaşayanda. Qarşı tərəfə bu, yəni situasiyanı vermiş olur ki, o da rahat olsun. Mən istəyirəm ki, öz sərhədlərimi yaşayım, sən də rahat olasın. Sizin üçün vacib olan sərhədlərin qırmızı xətlərin bəlli olması. Yəni buradan fürsət təlimlərindən bizə çatan bu oldu deyə düşünürəm. Aysel'in məsələsinə də burada toxuna bilərdi, amma mən əsas yenə dedim, Elvinin yanaşmasına diqqət çəkmək istədim. Bundan başqa deyilən slaydımız nədir? Ehtiyacı görə evlilik. Burada danışmaq istədiyim məsələ nədir? Gənc yaşanan insan müəyyən bir yaşa çatandan sonra burada da yazmışam, bağlanma duyğusu daha ağırlıq göstərməyə başlayır. Yəni, düşünün, 14 yaşında olan bir uşağın sevgiyə münasibəti ilə 20 yaşından sonra, 18 yaşından sonra və 20-dən sonra münasibəti eyni olmur. Çünki insanın artıq fitrət olaraq, bioloji olaraq, psixoloji olaraq bağlanma ehtiyacı içərisində girir. İstər-istəməz görür. Bu qadın və kişidə belədir. Burada əsas məsələ nədir? Yaxşı da bu məsələ var. Burada amma əsas məsələ nədir? Dolu bir bagajla məsələyə başlamaq. Dolu bagajdan qəsdim nədir? Yəni, bugün bir qız uşağına ailədə ata və ana tərəfindən doğru şəkildə sevgi verilmirsə, sevgi aclığı varsa, o uşaq 15-dən başlayacaq o sevginin axtarışında olmalı. Bugün hadisələr baş verir, qız uşaqların başına gələn hadisələr aşağı-yuxarı hər kəsə məlumdur. Bu hadisələrin %90% bundan qaynaqlanır ki, ailədə doğru düzgün münasibət və övlada verilmiş sevgi yoxdur. Övlada verilmiş sevgidən qəsd övladın paltarını alıb vermək, onun qidasını verməkdən söhbət getmir. Keyfiyyətli vaxtdan söhbət edək. Keyfiyyətli övladla vaxt keçirmək, övladının ata-ana üçün dəyərli olduğunu ona hiss elətdirmək, yaşatmaq və övladla ünsiyyətdə olmaq, bir şəxsiyyət kimi oturub ondan danışmaq, onun şəxsiyyətin formalaşmasında ona dəstək olmaq önəmlidir. Və hal belə olmadığı təqdirdə, bu istər oğlanlar üçün də belədir ki, anadan, atadan yetərincə sevgi görmürlər, başlayırlar kənardan sevgi axtarmağa. Bəzən gənclərdən belə bir şey eşidirəm. Deməli, deyirlər ki, məsələn, marketdə bir dənə satıcı qız üzümüzə gülür. Halbuki adam işinin gərəyi ona deyirlər ki, sən təbəssümlü olmasın da. Adam da təbəssüm edir. Normal bir şeydir. Amma deyir, mən o təbəssümündən başqa bir şey çıxartmağa çalışıram. Baxın, bu real nümunədir. Yəni, neyinir? Gülür, deyir ki, bu qız mənə güldüsə,
deyək ki, mənə xoşu gəlir. Xoşu gəlib məsələsi də boş qalmış, o ac qalmış sevgini doyurmaq ehtiyacından qaynaqlanır. Hətta mən bir nəfərlə də bunun əksi olan bir hadisə ilə də qarşılaşmışam. Bir nəfər deyir ki, mən deyir, istədiyim bir qız var idi. Bu qıza mən daha yaxınlaşmaq istəyirəm, ona sevgimi etiraf etmək istəyirəm. Adam mənə deyirdi ki, mən deyir, ailəm mühitində deyir, çox qəşəng sevgi görmüşəm. Ona görə hələ ki sevgi barəsində düşünmürəm. Baxın, bir qız uşağının ailədə yetişməsinə, sevginin bol olduğu bir mühitdə yetişməsinin verdiyi cavaba baxın. Mən deyir, qızın 17 ya da 16 yaşı var idi. Deyirdi ki, mən deyir, ailəm mühitində atam və anamdan doğru bir sevgi görmüşəm. Bol bir sevgili mühitdə yetişmişəm. Ona görə mən hələ sevgi barəsində düşünmürəm. Bu özü də önəmli bir şey. Yəni belə deyən xanımlar da var. Ona görə bu şəkildə də buna diqqət etməyə çalışaq. Hər insan bu dünyada tamamlanmaq üçün çalışır. Bir şəkildə hər kəs çalışır. Hər kişinin və hər qadının boşluğu doldura biləcək mütləq şəkildə bir qadın və ya kişi vardır. Və qadın tək başına qaldıqda sadəcə qadındır, kişi də tək başına qaldıqda sadəcə kişi olur. Lakin bunların ikisinin birləşməsindən artıq bir insan olmağa başlayırlar hər ikisi də. Çünki bir aktiv şəkildə biz hər daim yolda ola bilmərik, hər daim işdə ola bilmərik. Amma evin içində hər daim biz həyat yoldaşımızla alış-veriş içindəyik, yəni ünsiyyət içindəyik. Və biz bu ünsiyyət olmağımız nəticəsində biz daimi şəkildə özümüzü formalaşdırırıq və insan olduğumuzu ailə daxilində dərk etməyə başlayırıq. Evlilikdə fərdlərin azadlıqlarına qismən təsir göstərsə də, bu onların zərərinə deyil, xeyrinədir. Yəni bir şeyin əgər mənfisi birdirsə, xeyri milyondursa, biz o şeyi heç vaxt deyə bilmərik ki, bu bizim üçün zərərli bir şey. Çünki o xeyri, bütün zərəri ödəyir bizim üçün. Yəni əgər bir gün biz qəbul edək ki, həm qadın tərəf üçün, həm də kişi tərəf üçün müəyyən tərəfdən azadlıqlarından fəraqət eləməlidirlər. Bu təbii bir şeydir. Amma bu mənfi olacaq bir şey deyil. Çünki ailəli olmağın, evli olmağın verdiyi müsbət mesajlar və təsirlər çoxdur və bu çoxluqlara rəğmən bir dənə o mənfidən keçmək mən düşünürəm ki, dəyər yəni. Bunun üçün ailə həyatı quraraqdan bu şeylərdən keçməyə dəyər. Evlilik bir şey alarkən çox şey verir insana. Kişi özündəki qadını, qadın isə özündəki kişini tapır. Bu məlum məsələ, bilirsiniz, müəyyən hormonları var, testosterondur, oksitosin deyirlər, tam adını deyə bilmədim. O hormonlar var, qadın və kişi hormonları. Hər kəsdə, yəni qadında, kişidə də, kişidə qadın hormonu, qadında kişi hormonu var. Biz evlilik mühitdə qadınlarımızla, yəni həyat yoldaşlarla əlaqədə olanda, ünsiyyətdə olanda biz o hormonlarımızın inkişafına vəsilə oluruq. Müsbət mənada inkişafına vəsilə oluruq. Yəni öz daxilimizdəki qadının, yəni duyğu yönümlü, deyək ki, hadisələrdə biraz daha qadınlar daha dərin məna verərək baxırlar. Bu yönümüz inkişaf edir. Qadınlar da kişiyə baxaraq biraz daha özgüvənli, daha belə işlərində daha necə sistemli olmaqla bu kimi hadisələr öyrənmiş olurlar. Başqa burada demək istədim, ailə daxilində xoşbəxtliyi axtaran insan bilməlidir ki, insan bu vaxtda əgər biz ailə daxilində bir xoşbəxtlik axtarırıqsa, bunu mütləq şəkildə bilməliyik ki, insan bu həyatda bir məna axtarışındadır. Əgər mənasız, boş bir şəkildə həyatımız davam edirsə, biz hüzünlü və bədbəxt özümüzü hiss edəcəyik. Bizim o həyatımızda axtardığımız məna arayışını tapa bilməməyimiz bu gün bizi bədbəxt və hüsran olmuş vəziyyətdə hiss eləməyimizə səbəb olur. Ona görə də biz mütləq şəkildə bu həyatın mənasını dərk edib həyatımızı onlarla yaşamalıyıq. Burada hər kəs evlənmək istəmir, çünki evliliyin məsuliyyəti daşıyacaq səviyyədə deyirlər. Gənclərimizin artıq məsuliyyəti anlayışı dəyişibdir. İndiki dövrdə tamamilə fərqli bir ab-hava hal-hazırda məlumdur. Rol modellərin çatışmazlığı da günümüzdə bugün rol modelləri görürük. Boşanmaların sayı nə qədər çoxdur. Hətta mən özüm ailə həyatı quranda biz asan xidmətə, yoldaşımla asan xidmətə gedəndə də bizim gözümüzün qabağında 2 nəfər boşanırdı. Bu situasiya da belə adama təsir edir. Düz onlar gülə-gülə boşanırdılar. Bilmirdim, yəni nə hadisə başlayıb aralarında. Amma yəni boşanırdılar. Bir də onu bildim ki, boşanırdılar və bu düşün ki, sən evliyə təzə girəsən və gözünün qabağında 2 nəfər boşanıb gedir. Bu situasiya da insana bəzən fərqli mənada təsir edir. Psixoloji cəhətdən hazır olmamağın, yəni bu gün həm qadınlar tərəfdən, həm də kişi tərəfdən, yəni gənclər tərəfdən buna tam hazır deyirlər. Yəni bu gün biz deyirik ki, maddi və sosial təzyiqlərin də olması buna təsir edir. Fərdin inkişafın və azadlıq ehtiyacı olması da buna təsir edir. Amma
Gənclərimiz psixoloji cəhətdən buna hazır deyillər. Evliliyin o məsuliyyətini qaldıracaq səviyyədə olmadıqları üçün biraz bundan qaçırlar yəni. Bir də məsələn, nə deyirlər? Fərdi inkişaf və azadlıq ehtiyacı. Deyirlər ki, mən evlənsəm evlilik mənim inkişafıma mane olur. Yəni doğru bir, şuurlu bir ailədən söhbət gedirsə, fərdlərin bir-birinin inkişafına söhbət gedirsə, biz orada heç vaxt deyə bilmərik ki, evlilik insanın fərdi inkişafına və azadlığına təsir göstərir. Əksinə, mən ətrafda da insanlar görmüşəm ki, adam evlidir, bir cümlə inkişafını davam elətdirir, hətta həyat yoldaşını da paralelində inkişaf elətdirir. Hə, dəyərlərin formalaşdığı ən dəyərli yer ailə. Ümidvaram ki, sıxıcı gəlmir. Davam edirik inşallah. Uşaq üçün məlum məsələ dedik ki, ən dəyərli yerimiz bizim ailədir. Dəyərlərimizin formalaşdığı yer ailədir. Əgər biz bu gün bir dəyər formalaşmağından danışırsa, cəmiyyətdə müəyyən dəyərlərin artıq sürüşdüyündən danışırsa, dəyərlərin doğru düzgün yaşanmadığından danışırsa, bunun qaynağı yenə ailəyə gəlib çıxır. Yəni ailədə ata və ana, uşağın ilk dəyər gördüyü yer ata və anadır. Uşaq ailə daxilində görür ki, insanlar bir-birinə necə münasibət qurmalıdır. Ata, ana və bir kişi bir qadına qarşı necə münasibət qurmalıdır və ümumiyyətlə insanlar arasında münasibət necə tənzimlənməlidir. Bunlar hamısı uşağın dəyərlərinin formalaşmasına gətirib çıxarır. Əgər yenə də deyirəm, bu gün biz cəmiyyət daxilində hər hansısa bir dəyərin çatışmazlığından danışırıqsa və bundan dilənirsə, yenə qayıdaq bir ailəmizə baxaq görə, həmin dəyəri biz ailəmizdə hansı şəkildə təşkilləməyə çalışırıq. Çünki adətən bəzən hər hansısa bir faydalı bir işə girişmək istəyəndə arxa planda insanlar maraqlanırlar ki, bu öz ailəsinə həmişəyi öyrədirmi? Yəni məsələn düşün ki, mən məsəl üçün çıxıb şey danışıram, kitab oxumaqdan danışıram məsələn. Amma mən özüm ailəmdə oturub kitab oxumuramsa, insanlar bunu araşdırırlar. Yəni oxumursa, oxumadığı şeyi necə şey edə bilərlər? Yəni əgər bir dəyər formalaşdırmaq istəyirsənsə, bunu ilk başda özümüz yaşamalıyıq. Və uşaq burada bir fərd olaraq cəmiyyətə necə daxil olacağını, insanlarla necə yanaşacağını, özünü necə ifadə edəcəyini ailə içində öyrənmiş olur. Əgər bu gün ailə daxilində bir qadın kişiyə özünü ifadə edə bilmirsə duyğularını və bir kişi qadına öz duyğularını ifadə edə bilmirsə, bu gələcəkdə uşağa da yansıyasıdır yəni. Bir başqa məsələdə əgər ailədə sevgi varsa, uşaq paylaşmağı öyrənir. Əgər hörmət varsa, uşaq sərhədlərini tanımağı öyrənir ki, bax, ailədə insanlar fərqlidir. Atan və anan bir-birlərini sevirlər. Bir-birlərini sevmələrinə rəğmən müəyyən sərhədləri var və onlar bir-birinin sərhədlərinə hörmət edərəkdən, hətta bəzən müzakirə edərəkdən fərqli fikirlərə sahibdirlər. Bəzən hətta deyirlər ki, övladlarınızın yanında şuurlu şəkildə keyfiyyətli müzakirə aparın. Münaqişə yox, keyfiyyətli müzakirə. Yəni uşaq görsün ki, atam və anam bir-birini sevir. Atamın və anamın fikirlərində fərqlilik var. Amma buna rəğmən birlikləri, bir həyat davam edir. Uşaq buradan çox böyük dərslər götürür. Əgər güvən varsa, uşaq özünə güvənə, başqalarına inanmağı öyrənir. Ailənin sarsılmaz üç təməl şeyi var, dəyəri var. Sevgi, hörmət, güvən. Bunlar ailənin ruhu, uşağın isə gələcəyini formalaşdırır. Ailə dəyərlərini sürüşəndə cəmiyyət də sarsılır, buna qeyd edir. Çünki ailə toplumun ürəyidir deyə. Ailələrin dağılması haqqında biraz da danışmaq istəyirəm. Ailənin dağılmasının əsas səbəbi hədəfsizlikdir. Bugün bəzən soruşursan ki, gənc ailə quranlardan və ümumiyyətlə gənc olmasın, 20 yaşında, 20 illik daha doğrusu 30 illik evli olan ailələrdən soruşsan ki, evinizin hədəfi nədir? Belə qəribə üzrə baxacaqlar, dediklə o nə olan şeydir? Yəni evlilik bir insan başqa birisinin ailə həyatı qurursa, ki, fərqli bir həyat, bir ortaq nöqtədə toqquşmağa çalışırsa, bunların toqquşması səbəbsiz ola bilməz. Yəni nə demək istəyirəm? Murta belə bir məişət sistemində var, murta evlənmişəm. Belə bir şey yoxdur. Evlilik bu şeyi qəbul heç vaxt eləmir. Bugün çox insanların murta evləndiyi üçün, yəni maraq olsun bir dənə evlənim görün nətər olar bu qədər evlilikdən danışılar dedikləri üçün evləndiklərinə görə boşanmaların sayı bu qədər çoxdur. Halbuki onlar bir hədəf, bir amal, bir məqsəd uğruna evlənsəydilər, ilk çıxan bir problemdə düşünməzdilər yəni. Bir də bəzən boşanmaq istəyən adamlara bu məsələ çox verirlər. Deyirlər ki, düşün ki, müharibənin ortasındasan və gəmlə bir qayıqla sakit okeanda gedirsən. Sən artıq tam belə deyək, mərkəzi nöqtədəsən də. Buradan nətər davam edəcəksən? Müharibədə deyə bilərsən, mən dalaşmıram, gedirəm artıq. Gedə bilməzsən, müharibə davam edir.
Sən getsən ya vuracaqlar, ya da sənə ziyan alacaq, ya da qarşıdakı insana. Yəni biz müharibədə də arxaya qaça bilmərik və dənizin ortasında mən arxaya qaça bilmərəm. Evlilik də belədir. Evlilikdə evləndisə arxaya dönmək yoxdur artıq. Yəni son nöqtə torpağın altıdır. Ora qədər getmək vacibdir. Yəni əgər biz keyfiyyətli ailədən danışırıqsa, burada bunu danışanda bir şey də qeyd edim. Bəzən hər şeyə rəğmen evlilik davam etdirmək məsələsi var. Əgər bir ailədə keyfiyyətli bir münasibət yoxdursa, güvən yoxdursa, etibar yoxdursa, sevgi yoxdursa, hörmət yoxdursa, uşağın inkişafına dair heç bir şey yoxdursa, ailə daxilində hər daim münaqişə varsa, bu ailə ayrılmağa daha məqsəd uyğundur. Yəni, bəzən görürsən deyirlər, mən uşaqlara görə davran elədim. Nə bilim, biri deyir ki, mən başqa şeylərə davam elədim. Yəni, boşanıb olmayacağam. Bu düşüncələrə görə ailə davam etdirmək. Belə ailə davam olunmur. Yəni. Əgər ciddi şəkildə ailənin, çünki bəzən deyirlər ki, neçə yəni bu qədər ailədən danışsan, sonra deyirsən ki, ailə dağılsın. Bəli, əgər bir ailəcən uşağa münaqişə edərəkdən uşağa onsuz ziyan verirsən. Sənin yəni ailə nə ata-ana münasibəti düzgün deyil, uşağa nəsə bir şey versən. Hətta mən deyim ki, o situasiyada anadan ayrılması uşaq üçün daha xeyirlidir. Yəni orada qalıb istəsə daha da şəxsiyyətin formalaşmasına zərər verməkdənsə uşaqlar evinə getməsi və anadan atadan ayrılması daha məqsəd uyğundur. Burada əgər çox başınızı ağrıtmamsa, yekunlaşdırmaq istəyirəm bir müddət sonra. Bağlanma problemlərindən danışmaq istəyirəm. Sualı olan yoxdur bu arada. Yox Ceyhun qardaş, sual yoxdur, amma belə maraqlıdır. Dinləyirəm havanızı. Tamam, Allah razı olsun. Bağlanmanın formalarından danışmaq istəyirəm. Çünki sevgi varsa, bunun bağlanma müstəşəki də olasın. Mötərizə daxilində həmin o bağlanmanın türkcə versiyalarını vermişəm. Amma çalışmışam ki, Azərbaycanda izahlı versiyalarını yerləşdirdim bura. Bir var təşvişli bağlanma, bir var qoruyucu bağlılıq, aqressiv bağlılıq və güvənə əsaslanan bağlılıq. Bizim istədiyimiz güvənə əsaslanan bağlılıqdır. Amma digərləri haqqında da məlumat vermək istəyirəm. Görək, bəlkə də biləcəksiniz ki, bunlardan biri məndə var və vaxtilə olubdur. Təşvişli bağlanmada əsas xüsusiyyəti nədir? Bu münasibətdə olan insanlar qadın və kişi fərq edəmir. Daim sevdiklərini eşitmək istəyir. Bir qorxunun içindədirlər, təşviş içindədirlər ki, mənim belə birlikdə olduğumu insan məndən ayrılıb gedəcək. Daimi şəkildə qarşı tərəfin sevgisini istəyirlər, ondan sorğulayır, mən sevirsən, daimi şəkildə amma. Bu normal bir qadının gəlib səndən soruşması ki, mən sevirsən, sənə sevgi sözünü etməsi normal bir şeydir. Amma bunun artıq bir, necə deyim, hər daim dayanmadan bunu səndən soruşması, həddindən artıq sənə yaxın durması, toxunması, eləməsi, nə bilim, özünə qarşı davranışın hər daim məsələn deyək ki, bir insan da birdən qəmgin olsan, bir də hər hansı bir situasiya əsəbləşsən, özünə bilməzsən, nə görə olur, bu kimi şeylərə qapılması. Bunlar hamısı təşvişli bağlanmanın nəticəsidir ki, insana bu qədər təsir göstərir. Kiçik bir şeylərə burada ani ciddi reaksiyalar verməyə başlayır bu insanlar. Qoruyucu bağlanma nədir? Qoruyucu bağlanma əksinə, daha doğrusu əslində insanın özünü qorumasından söhbət edir. Yəni insan nə edir? Emosional məsafə qoymağa çalışır. Deyir ki, mən bu insanla yaxınlıq göstərirəm. Sonra mənə bu insana daha yaxın olaram, bu insana asılı vəziyyətə qalaram. Bəzən feminist qadınların qurduğu cümlədə olan çoxsunu mən düşünürəm ki, qoruyucu bağlanma məsələsi var. Düşünür ki, başqalarına ehtiyac duymaqdan narahat olurlar, özlərinin yetərli olmamağa çalışırlar, yəni görmürlər, duyğusal yaxınlıqdan çox narahat olurlar. Çünki bilir ki, duyğularla olan məsələlər daha ağır, daha bir insanda iz buraxıcı şeylər olur, ona görə qaçmağa çalışırlar bunlar. Münasibətdə soyuq olurlar. Bəzən deyirsən ki, həyat yoldaşından soyuq münasibət görənlər olur. Bu da təəssüf olsun ki, qoruyucu bağlanmanın səbəblərindən birisi. Yaxın olmur, uzaq da olmur, ortada bir yolda qalmış olur. Bir-birinin ağasını daha doğrusu. Çünki qorxur münasibətdə olmaqdan. Bu da təbii ki, hamısı uşaqlıqdan yaranmış travmalardan əsaslanır. Bayaq dedim, ata-ana sevgisinin doğru düzgün bölüşülməsindən qaynaqlanır. Bəzən də cəmiyyətdə baş verən situasiyalar bizə təsir edir. Öz hisslərini paylaşmaqdan və başqalarının hisslərini qəbul etməkdən çətinlik çəkirlər. Bu da qoruyucu bağlanmanın əsas xüsusiyyətlərindəndir. Bir aqressiv bağlanma var. Aqressiv bağlanma bu dəqiqə Türkiyədə də məşhurdur. Bizdə daha çox ara-ara hal-hazırda yayılmağa davam edir. Bəzən eşidirik ki, biri deyir boşanıbdır. Boşanandan sonra gedib öz həyat yoldaşını öldürüb, sonra gedib özünü öldürür. Bu yaxınlarda elə Azərbaycanda baş vermiş bir hadisədir. Hansısa rayonda idi, ağlımda qalmayıb, amma yaxınlarda baş vermiş bir hadisədir.
Bu aqressiv bağlanma tipi elə budur. İnsan nə edir? Deyir ki, bu yəni o məndən olmalıdır, yenə mənsiz də. Başqa mənsiz ola bilməz. O Twitterdə bir şeyin sözü var, ya benim ya kara toprağım məsələsi. O deyir ki, yəni qoruyucu aqressiv bağlanmanın tipi xüsusiyyəti budur. Adam birbaşa qarşıdakı insana zərər vermək istəyir. Ya dilmək həyatında varsa var, yoxsa da olmayacaq yəni. Ona görə də tez-tez məsələn qəzəb olur, incəliklə aqressiv yaşlanırlar, manipulyativ davranırlar, sənin hisslərini sömürməyə çalışırlar, istifadə etməyə çalışırlar, səndən sui-istifadə etməyə çalışırlar. Tərk edilmə qorxusuyla hücum edirlər. Sən ona desən ki, mən səni tərk edəcəm. Ən təhlükəli cümlədir. Aqressiv bağlama tipik xüsusiyyətindən biri. Ən çətin, ən təhlükəli cümlə ki, bir qadın onu deyir. Hətta bu bəzən kişilərdən mən görünür, amma qadınlarda da bu şey aqressiv bağlanma olur da. Qadın dəlilikdən çıxır ki, yəni sən məni sevəcəksən. Bəzən olur adam boşanır, başqa yəni, şəxsin ailə həyatı var, amma o digər qadın ondan əl çəkir. Yəni daimi şəkildə onunla ünsiyyət edir. Çünki necə səndir mənim kimi birisinin boşanırsan. Bu da özünü sıxışdıra bilməməkdən, əksinə aqressiv bağlanmadan qaynaqlanır. Və bunların əsas özünə moddalarda bir şey var. Məni sev, amma yaxın da olma da, yəni çox da yaxın olma. Ən əsas bizim ailə daxilində formalaşdırmaq istədiyimiz biraz çətin, amma formalaşanda da bilirsən ki, həqiqətən də çox güvənli şəkildə bir etibarın olduğu bir ortam güvənli bağlanmadır. Burada artıq münasibətlərdə balanslı şəkildə olur, sakit razılıqlar mümkündür. Həm yaxın münasibət qurursan, həm şəxsi sərhədləri özün üçün yaşaya bilirsən. Yəni bu gün ailə daxilində bizim əgər bunu bir dənə oturtdura bilsək var, güvənli şəkildə münasibətlər, yəni fərdlər bir-birinə güvənli şəkildə bağlana bilsə, böyük əksəriyyət məsələlər həll olmuş olar. Güvənli bağlanmada qarşı tərəfi güvənirsən, sən açıq şəkildə paylaşa bilirsən, münaqişələri konstruktiv şəkildə həll etməyə çalışırsan və münasibətlərdə sabitlik və güvən hissi mütləq şəkildə var. Burada növbəti bir məsələ empatiyadan danışmaq istəyirəm. Baxın, burada empatiyada münasibətlərə vacib olan nədir? Yalnız öz baxış bucağında düşünmək deyil, qarşımızdakı insanın mövqeyini də anlamaya çalışmaqdır. Burada bir nümunə vermişəm. Deməli, yolun bir tərəfində A durur, A şəxsi, digər tərəfində B şəxsi durur. A şəxsi qışqırır, yolun o bir tərəfində durana deyir ki, qarşına keç də, yolun qarşına keç. O da A da qayıdıb deyir ki, A B-yə deyir ki, qarşına keç. B də deyir ki, mən o sırrı sənin qarşındayım da. Yəni yolun əks tərəfində bir-birlərinin qarşısındadırlar. Orada amma A-nın deməli olduğu əslində nə idi? A deməli idi ki, qarşına, yəni mənim yanıma keç, mənə tərəf gəl. Bu artıq empatik düşünmədir. Əgər biz qarşımızdakı insana öz perspektivimizdən baxıb mülahizələr irəli sürməyə başlayırsa, biz orada keyfiyyətli bir ünsiyyətdən söhbət edə bilirik. Amma qarşıdakı insana özümüzün, yəni bizə yaxın olmaq üçün, bizim həmin situasiyada onunla bərabər olduğunu hiss etdirəcək o alqanı ondan yaratmaq lazımdır. Düşünən bu məsələdə aydın oldu. Bir də qadınların ən çox şahid elədiyi məsələləri araşdırmada qarşıma çıxdı. Çöldə mülayim, evdə sərt olmaq, empatiyasızlıqdan qaynaqlanır. Yəni bir kişinin empatiyadan məhrumdursa, empatiyası yoxdursa, bu kişi çöldə mülayim olur. İş yerində çox belə əla birisidir. Hətta bu yaxınlarda televiziyanın birində qarşısına çıxmışdı. Deyir ki, atam deyir, ali təhsillidir, müəllim işləyir. Vaxtı müəllim işləyir. Çöldə çox yaxşı idi deyir, amma evdə bizi döyürdü. Baxın, bu da empatiyanın yoxsunluğundan qaynaqlanan bir şeydir. Kişiyə sual vermək lazımdır. Burada qadına da sual vermək lazımdır təbii ki. Həyat yoldaşın sənin yanında özünü necə hiss edir? Bunu həqiqətən də, amma qarşıdakı insana belə təhdidvari baxışdan sual verməyin, ha. Gelin səmimi şəkildə oturun, bir çarə axtarırmışsasına sual verin ki, mənim yanında özünü necə hiss edirsən? Bu önəmli bir şeydir. Qarşıdakı insana bu sualı verə bilmək və cavabını alıb o cavabı uyğunda hərəkət edə bilmək çox yaxşı bir şeydir. Yəni amma yenə deyirəm, təhdidvari baxışla kişi gedib həyat yoldaşına da qaçqabağını mən özünü təhsil sevim deməli deyil. Biraz mülayim və qarşı tərəfdən anlayacaq şəkildə etməli. Və ən əsası ailəmizə yaxşı gəlməyimiz vacibdir. Bəzən birisi danışır, deyir ki, atam deyir, evə gələndə biz hərəmiz bir tərəfə vaxtı, keçmişdə belə bir şey var idi, atam evə gələndə hərəmiz deyir, gizlənməyə bir sandviç yaxdan, belə bir məsələlər var. Baxın, bu bir ailə modelində ata
çox mənfi yerlərdə bilər. Əgər belə bir evə ata gələndə və ya ana evə gələndə evdəki fərdlər harasa qaçmağa çalışırsa, aman mən bu atadan uzaq durum, aman mən anadan uzaq durum deyirsə, burada biz artıq ailəyə yaxşı qəbul etmək deyilik. Ən əsası da empatiya üçün qarşı tərəfə nə dərəcə şərait yaradır. Baxın, burada AB məsələsində qeyd etmək istəyirəm ki, qarşı tərəfə şərait yaratmaq da önəmlidir. İndi bununla bağlı növbəti bir fürsət hekayəsi var, onu nəql edəcəm. Qarşı tərəfə empatiya eləməsi üçün onun şərait yaratmaq mütləqdir. Bəzən biz özümüz empatiya danışırıq, amma qarşı tərəfin bizim halımızı empatiya edə bilməsi üçün şərait yaratmaq da bizim əlimizdədir. Yəni mən empatiya üçün şərait yaratmıramsa, bir növ belə deyim də, hozu kimi bir həyat yaşayıramsa, qarşı tərəfə də qayıdıb hələ üzünə də bozarıq deyirəm, sən empatiya eləməlisən. Bu doğru bir yanaşma deyil. Sən o empatiya üçün şəraiti nə qədər yaratmısan. Bu da önəmlidir. Bununla bağlı bir hadisə danışmaq istəyirəm. Kamil səliqəli, diqqətli, evini sevən və işi bitən kimi evə gələn bir həyat yoldaşıdır. Onun həyat yoldaşı Zəhra isə uşaqlara yönəlmiş bir qadındır. Zəhranın uşaqlar ilə həddindən artıq maraqlanması evdəki məsuliyyəti daim təxirə salmasına səbəb olur. Evin işdən gəlmə saatına qədər evi bir cür yığışdıra bilməyən Zəhra Kamil tərəfindən mənfi reaksiyalarla qarşılaşır. Onların evliliyi hər axşam bir mübahisəyə çevrilir. Yəni ata evə gəlib görür ki, ev dağınıqdır. Dağınıq olması səbəbi Zəhranın yəni həyat yoldaşının uşaqlarla daha çox vaxt keçirmək istəməsidir. Yəni baxırsan ki, saf bir niyyətdir. Belə də yəni bu bir ananın övladına vaxt keçirməsi həqiqətən də qızla bərabər bir şeydir. Amma görürsən ki, nələrdənsə əksiklik verir, nələrdənsə boşluq verərək bunu edir. Bu mübahisələrin əsas səbəbi ev səliqəli və rahat bir yuva gözləntisi ilə gələn Kamilin məyus olmasıdır. Yəni baxın ki, Kamil burada necə reaksiya verəcək. Mübahisənin bir müddət sonra sən dediyim, mən dediyim, sənin anan, mənim anam şəklində davam edir. Yəni o deyir ki, sən beləsən, yəni artıq sən dilindən istifadə daha ön planda olur. İttiham etsən qarşıdakı insanı. Bir gün Kamil bir dostu vasitəsilə ailə daxili ünsiyyətdə seminara qatılır və orada sən dili və mən dili texnikalarını öyrənir. Görək ki, Kamil bunu tətbiq etməyə çalışır, alınır yoxsa alınır. Axşam gəlib evi dağınıq gördükdə deyə bilər ki, normalda həmişə belə deyirdi. Nə cür qadınsan, bu evin halı nədir? Demək əvəzinə deyir ki, ev dağınıq olanda özümü pis hiss edirəm. Baxın, bunlar arasında çox incə bir xətt var. Baxın, qarşı tərəfin sənə empatiya edə bilməsi üçün şərait yaratmaq deyəndə qəsdim bu idi. Yəni mən bir var gəlib evə deyirəm ki, sən nə cür qadınsan, bu evin vəziyyəti nədir? Bu ton da deyirəm. Bir də var deyirəm ki, ev dağınıq olanda özümü pis hiss edirəm. Yəni bu evin dağınıq olması mənə mənfi təsir göstərir. Qarşı tərəfə öz yaşadığım duyğuları açıq şəkildə etiraf edirəm. Zəhra nə vardı? Təəccüblənir. Çünki bu nə qədər qırışırlar, bu dəfə qırışmadı. O vaxta qədər özündə yaranan müdafiə hissi ilə Kamilə cavab verən Zəhra bu dəfə Kamilin yeni yanaşması qarşısında müdafiə yox, məsuliyyət hissi duymağa başladı. Bu gün bəzən kişilər deyirlər ki, həyat yoldaşıma söz keçirə bilmirəm. Həyat yoldaşına söz keçirib bilməmək bəzən də onun duyğularını anlamamaqdan qaynaqlanır. Çünki qadınlar bəzən duyğularını örtbasdır edirlər və bunu hər hansı bir hərəkətlə sənə çatdırmağa çalışırlar. Bu da ciddi bir yanlış məsələdir. Qadınlar bunu bu şəkildə eləməli deyil, oturub danışsalar, inanın ki, məsələ çox tez həll olar. Bəzən naz edirlər, bəzən fərqli bir qab-qaşığı və taqqıldalaraqdan öz narazılıqlarını bildirirlər. Bəzən çayı qabağa bərk qoyaraqdan öz narazılıqlarını bildirməyə çalışır. Bu doğru üsul deyil. Oturub danışmaq hamısından daha yaxşıdır. Zəhra da bu günə qədər bu formada eləməyə çalışıb görünür ki. Və nə deyir? Zəhra artıq situasiyanın qəbullanır. Çünki artıq ciddi bir duyğu ifadəsi var idi. Deyir ki, həyatım haqlısan, uşaqlarla maraqlanmaq üçün evə laqeyd qoymuşam. Bir daha buna diqqət edirəm deyə cavab verir. Və buradan da çıxardığımız nəticə müsbət istifadə edərək problemi daha asan həll etmək olar. Həyat yoldaşını bir-birinə hörmət etməsi ailədə rahatlıq yaradır. Bir də əsəbin ailə daxilində danışmaq istədiyim vaxtınız keçir. İstəyirəm ki, tez zamanda bitirim. Əsəbin buraxdığı dərin iz. Əsəbin səbəb olduğu ölümlər və zorakılıqlar məlumdur. İnsan deyir, əsəbi oldum, vurdum, öldürdüm, namus üstündə və nə üstündə. O hamısı, yəni bu gün bəzən rezonansda falan şeyləri dinləyirsən, məhbusların həyat hekayələrini dinləyirsən, çoxsu əsəbdən, yəni bir şeyi əsəbdən eləmiş olurlar. Bugün əsəbin ailəmizə verdiyi ziyan öz qabağındadır. Əsəbi olarkən biri o digərinin suç olması məsələsi.
Hə, bəzən deyirlər ha ki, baxın, kişinin hadisələrə və stresli situasiyalarda yanaşmasından qadının yanaşması tamam fərqlidir. Kişi bəzən əsəbi olanda, bir münaqişə zəmini olanda içinə qapanır. Məsələni özündə həll etməyə çalışır, tək qalmağa çalışır. Qadında bu formada deyil. Qadın əksinə danışmaq istəyir, müzakirə etmək istəyir. Hə, baxın, iki dənə fərqli şey dedim. Qadın müzakirə etmək istəyir, kişi də özünə qapanmaq istəyir. Fitrət olaraq Allah bizi bu formada yaradıb. Bunlar indi qadın danışsa, kişi də içinə qapanmaq istəsə, o da lov məsələsi budur. Buna görə də o vaxt qoca nənələrin dediyi bir şey var. Deyir, mən deyir, həyat yoldaşım bir əsəbləşəndə mən deyir, sakitcə keçib qıraqda otururdum. Bəzən su olmaq məsələsi buna görə ehtiyac var ki, kişinin fitrət olaraq içinə qapanmalıdır. Biraz öz içindəki o duyğuları öz-özünə biraz check-up edəndən sonra normalda gəlib o da söhbətə sonradan qarşılaşdı ki, qadının da orada istəyi tam tatmin olmasıdır. Buna görə mütləq şəkildə bu od su məsələsində qadınlardan böyük bir fədakarlıq tələb edilmiş olur. Amma tələbat da ailənin necə deyim, sağlam qalması üçün olan bir tələbatdır. Bunu diqqət etsək çox şad olarıq deyə düşünürəm. Əsəbləşərkən beynimiz düşünən hisslə işləmir, biz hisslərlə hərəkət edirik. Ona görə də hisslərlə olduğu üçün də qarşıdakı tərəfi acı sözlər söyləyə bilirik. Onun hisslərinə ifadə edəcək sözlər söyləyirik. Məntiqlə danışmırıq biz. Əsəbləşəndə hisslərlə, beynin hisslərlə olan hissəsi daha aktiv olur. Biz qarşıdakı tərəfin birbaşa hisslərini incitəcək sözlərdən istifadə etməyə başlayırıq. Ona görə də əsəbi olarkən istifadə edilmiş sözlər qırıcı və qarşı tərəfi incitici olur. Bunun psixoloji təsirləri var. Təbii ki, ailə daxilində əsəbin gərginliyi olması, evdə uşağın və ailə fərdlərinin bir-bir hamısına təsir göstərməsi. Bir də burada bu şey dediyim, bu slayda keçəcəm. Bəzən gənc uşaqları dərsləmək üçün bir şəraitim olanda görmüşəm. Gənc oğlanlar bu dəqiqə çox agresivdirlər. Bəzən özünü fikirləşirəm, bunlar yəni, qarşıdakı tərəfi bir-birinə babat döyürlər. Yəni, bir-birini yumruq vurur, şillə vurur. Yəni, bütün davada görəcək hər bir şey edirlər. Bunun qaynağına baxırsan, nə görürsən? Bunu görürsən ki, qaynağı şeydir. Ailə daxili şiddətdən qaynaqlanır, əsəbdən qaynaqlanır və uşaqların oynadığı oyundan, baxdığı kinolardan qaynaqlanırlar. Burada bir anaların işləməsi məsələsinə toxunmaq istəyirəm. Artıq demək 2 ya da 3 slaydımız qalıb. Şuurlu bir ailədə qadın təklirini öldürmədən, şəxsiyyətini məhv etmədən qadın kimi var ola bilər. Bunun üçün mütləq şəkildə qadının işləyərək var olma deyə bir şey yoxdur. Qadın olaraq da bir həyat yoldaşı və ana olaraq da qadın olmaq mümkündür. Bəzən bəzi cəryanların dayatdığı bir şey var ki, sən ancaq qadınsansa, ancaq işləyərək həyatda qala bilərsən. Xeyr, həyat yoldaşı olaraq, bir ana olaraq da qadın olmaq mümkündür. Yaradılış olaraq ananın uşaq üzərində təsirləri çox böyükdür. Ona görə də bu gün vaxtın böyük əksəriyyəti anlayla keçməsidir, uşağın ananın doğru düzgün yetişməsi məsələsi. Bunlar hamısı bizə təsir edir. Mən bu gün ananın savadsız olmasının tərəfdarı deyirəm. Çünki uşaqla ciddi şəkildə ünsiyyətdə olan ən ön planda anadır. Ananın nə qədər savadlı olması, övladımızın savadlı olması, anamızın nə qədər dəyərlərə hakim olması, övladımızın o qədər dəyərlərə hakim olması deməkdir. Ona görə də bugün kişilərdən üzlərinə düşən vəzifə nədir? Övladlarının doğru düzgün yetişməsini istəyirlərsə, yəni o müəllimə pul verin, bu məşğələyə pul verin, yox. Anaya yatırım edin, ananı inkişaf elətdirin, övlad avtomatik inkişaf edilmiş olasıdır. Və burada da əgər bir qadın anaların savadlı bir şəxsiyyət olmasından danışdıq, insan israfının qarşılığı alınması. Bəzən deyirlər ki, ailə həyatı quranda deyirlər, mən, məsələn, analar deyirlər ki, qızım işləyir, amma həyat yoldaşı, daha doğrusu qızım ali təhsillidir, o qədər oxuyub vaxt istəyir, bir şey eləyirdi, amma həyat yoldaşı onu işləməyə qoymur. Hal belə olduğu təqdirdə də biz qadının, insanın israf olmasına qarşıyıq. Yəni, əgər bir insanın bir sahədə potensialı varsa və o sahədə həqiqətən ehtiyac varsa, orada biz həmin insanı görmək istəyərik. Yox, amma belə bir şey var. Əgər bir insanın, mən qadınların işləməsindən qarşı deyiləm, amma harada qarşıyam? Əgər bir qadın övladı dura-dura, analıq məzuniyyəti bitəndən sonra birbaşa qaçıb gedib işə cumursa, ailə övladının yetişməsinə vaxt ayırır, övladını bağçaya göndərib o şəkildə gedib işləyib pul qazanmağa çalışırsa, burada artıq qadının işləməyi çox ciddi məsələdir. Bir müəllim düşünün, analıq məzuniyyətindən çıxıb gedib tələbkar bir istəyir ki, mən gedim şagird yetişdirəcəm.
Adama deyərlər sən evində iş şagirdi nəfərcə yetişdirmisən ki, qaçıb gedib 20-30 dənə şagird yetişdirməyə çalış. 20-30 nəfər yetişdirməyə ehtiyac yoxdur. Yəni bir müəllim olaraq bir müəllim məzuniyyətə çıxanda 20 nəfər, 30 nəfər şagird yetişdirməyə ehtiyac yoxdur. Gəlsin evinə qayıtsın, evində bir fərd yetişdirsin. O bəs eləyir. Yəni hər kəs bir fərd yetişdirirsə o bəs eləyir. Və təəssüflər olsun ki, qadının varlıq mübarizəsi də onu bəzən istəməyə sövq edir. Qadına bu həyatda biz belə deyim də bu gün ev işlərinin qadınlara indeksləndiyini və qadınların ancaq ev işlərindən savayı bir şey görə bilməz deyə onlara bunu diktə eləməyə çalışanda qadın varlıq mübarizəsinə girməyə başlayır və bu mübarizə də qadının çölə çıxmasına və insanlara daha çox meyl eləməsinə, çölə daha çox meyl eləməsinə səbəb olur. Bu nöqtə-nəzərdən buna diqqət edək. Bir də buradan qadınlara da səslənmək istəyirəm ki, bəzən texnologiyanın inkişafını deyirik, bizim həyatımızı yaxınlaşdırır, qabliyandır, paltarlayandır, bütün şeylər rahatdır. Yəni bu gün keçmişdə bir qadın çəkdiyi əziyyət bu qədər bugünkü dövrdə o qədər çəkilmir. Yəni çünki texnologiya inkişaf edir, hər şey bütün texnoloji avadanlıqdan yenilənilir. Burada da mənə vaxt qalır da, yəni paltardan, qab-qacaqdan, digər şeylərdən nə qədər vaxt qalır? Düzdürmü? İndi qadınlara bir dənə sual vermək istəyirəm. Bu qədər vaxt qalmasına rəğmən biz o vaxtı necə dəyərləndiririk? Yəni madam belə inkişaf eləmək istəyirik, madam istəyirik ki, biz varlıq mübarizəmizi doğru şəkildə verək. Əminəm, başımızın gözümüzün üstündə, yəni verin o varlıq mübarizəni, amma varlıq mübarizəsini verirsən, vaxtın var. Əgər sən paltardan qalan vaxtını, qabdan qalan vaxtını və evi təmizləməkdən qalan vaxtını oturub telefonla oynayırsansa, bu ciddi bir şəkildə oturub düşünməsi məsələdir ki, o bizim bir məsələ var, papağı qabağımıza qoyub düşünmə məsələsi. Ciddi şəkildə bununla bağlı düşünməliyik. Yekun olaraq sizi çox incitdim bu arada. Qısa bir belə bir şey deyil, düşünməşdirəm. Ailəmizin əsas dəyərləri sevgidir, hörmətdir, güvəndir. Bunların üçünü də mütləq şəkildə həyatımızda tətbiq etməyə çalışaq, ailəmizə tətbiq etməyə çalışaq. Fərd olaraq və fərd və ortaq məsuliyyətlərimiz var. Hər bir ailənin üzvü həm özünün inkişafına, həm də ailə rifahına töhfə verməlidir. Bu istər ana olsun, istər ata olsun, mütləq şəkildə bu şəkildə davam etməlidir. Empati və dinləmə mədəniyyətimiz olmalıdır. Bir-birini dinləmək, anlamaq, ailə içində əlaqələrimizi gücləndirməyə çalışmalıyıq. Münaqişələri sağlam həll edib, problemləri danışmalıyıq. Bir-birimizə halımızla, hərəkətimizlə yox, ağzımızın daxilində yerləşən dilimizlə situasiyaları izah eləmək məcburiyyətindəyik. Yəni bir-birimizə naz eləməklə, hər hansısa bir əşya üzərindən bir-birimizə bir məsəl ötürməyin heç bir mənası yoxdur. Dilimizlə danışaraq məsələləri həll edə bilərik. Ən əsası birlikdə vaxt keçirmək lazımdır. Davamlı inkişaf və öyrənmə bu da olmazsa olmazlarımızdandır. Çünki beyin boş qaldığı vaxt özünün içindəki məlumatları yiyib bitirməyə çalışır. Ona görə də hər daim davamlı şəkildə doğru və düzgün qaynağından öyrənməyə çalışmalıyıq.